Baş sponsor Hell Energy, sponsorlar İrşad Electronics, Metak, Berlin mağazalar şəbəkəsi, Giper Gips məhsulları, partnyor Kasap Döner. Salam, hörmətli tamaşaçılar, yenə qanunla biz verilişi efirdədir. Həmişə olduğu kimi bu dəfə də çox maraqlı bir mövzuya toxunmuşuq. Bu dəfə şəxsiyyət əleyhinə olan cinayətlərdən danışacağıq ki, bəzən xəstə müraciət edir həkimə. Həkim... Üzr istəyirəm, soğulamışam. Sağ olun. Bəzən həkim düzgün müayinə etmir və yaxud cərrahi əməliyyatı doğru olmadığına görə fəsadları yaranır. Bu halda xəstələrin özlərinin bir hüquqları yaranır ki, həmin hüquqlardan danışacağıq. Məsələn, o məqsədlə studiyamızın bugünkü qonağı bizim sevimli ekspertimiz Iğdır Maliyyə və Neft Kollecinin məzunu Uzman Qılman Köşəbaşıdır. Xoş gördük Qılman hocam. Çox sağ olun Günay xanım. Zülfiyə xanım. Hacı. Zülfiyə xanım. Zülfiyə xanım, çox sağ olun mənə dəvət eləmisiniz. Sizə minnətdarlığımı bildirirəm və çox xahiş eləməyə təqdim eləyəndə o dasent sözündə deyirlər. Qılman hocam, siz dasent deyilsiniz. Mən dasent sözünü necə deyim? Bildim mi, indi güzel söz ki dasentdir, nə ola, üzüyün qaşı düşməyəcək ki, düyündə elə bilsin. Mən burada qanun keşiyindəyəm. Siz məni qanunsuz təqdimata məcbur edirsiniz. Bildim də, dasent düşüzməyə, mən də gələn dəfə sütü üçün şor gətirəndə 10 pulunu almaram. Ay qardaş, sən de şor gətirmirsən, canlı efirdəyik, hamı bildi ki, şor gətirmirsən. Rayondan gəlmişdin, dedim gəlirsən, şor da gətir də. Nə var ki burada? Özü keç öz yerində otur, mənim yerimdə oturmursan. Buradan ayaqlarım rahatdır, belə uzadır. Keç yerində. Ayaqlarım rahat uzadır. Gəl. Zülfiyə xanım, canım, çox üzr istəyirəm sizdən, çox üzr istəyirəm sizdən. Bura bax, mən bilmirəm, sən qılmansan, qılsızsan, uzmansan, köşəbaşısan, nəsən bilmirəm. Sən utanmırsan ki, ha, sən hansı haqla sən gəlib... Zülfiyə xanım, çox üzr istəyirəm, sən nə haqla gəlib oturub burada profesor kimi həkimlikdən danışsan ki, mənim dodaqlarımı nə qədər... Zülfiyə xanım, baxın mənim dodaqlarıma, görün bu əməliyyat edib mənim dodaqlarımı, görün nə hala sal, bir oturub burada profesor kimi mənim üçün ağıllı danışır. Bir dəqiqə deyən qız, birinci mən səni tanımıram. Kimsən? Tanımazsan da sən mənə o günə qoymuşsan ki, məni heç Radnoy anam tanımır. Sən gör məni nə günə qoymuşsan. Həmin o müğənni gün eləmdə, yadındadır bütün günü da Instagram səhifəmdə. Ondan sonra WhatsApp'ımda, nömrələrimdə, ay kişinin qızı ev telefonuma qədər məni yığır ki, gəl sənin dodaqlarını əməliyyat edin, məni Instagramda reklam elə. Bu dəsələr reklam. Birincisi, ay qız, Günel deyirsən, mən bilmirəm sən kimsən. Deyirəm pişik Güneləm də. İkincisi də ki, bunu xalqın qabağında mən zırmaq atmayın. Zülfiyə xanım, qəriblikdə yaşayan qardaşımın rəhmətli yoldaşının canına and içirəm ki, mən bunun dodağını əməliyyat eləndə geli qısmamışam. Gelinə boluna vurmuşam ki, bol olsun, artıq olsun materialı. Gör pisdir. Mən səni məhkəmələrdə süründürməsəm, mən səni polisə verib başımı oynaçmasam, mən də heç günə deyirəm. Nə ördəyi baş verir, görməsən nə sənə deyirəm. Məhkəmələrdə sürüm. Görün o baş söylədim, mən böyüdürəm səni. Ay Şirin, biz nə qələt elədik, getdik bu qılmanın yanına. Sən qaşlarımı düzəltdirdin, mən də üzümə botoks vurdurdum, gör nə günə qalmışıq. Sən məni qatmaya bu söhbəti ye. Nə qılma, nə botoksa la, sən özündən danış, mənə nə olur? Deyirəm, Şəbnəm Tovuzlu kimi qaşlarıma quş qoydurmuşsan, amma avara danışığın keçməyib. Görmə nə deyir, ağsaqqal. Sən buraya qaşındakı quşu da yoğurtacam, səni də yoğurtacam. Gel özündən danış la. Üzümü atdırmışsan bu tərəfə. 75 yaşında arbatlar var, ərə gedmək istəyir. Onlara oxşuysan. Sən nə yoxşuysan? Elə bəzənmirsən, elə bilsən, stilist anar bəziyim. Stilist anar. Anar deyən la, bu kimdə la? Deyəm bir dəqiqə. Bu müğənni var, bu mənə oxuyur o söhbətləri. O sözü mənə deyir. Qaşın, gözün. Ola bilər, Kimə söz atır la bu? Sənin qaşların əyridir, ola bilər sənə söz atır. Amma işin yoxdur, qoy yoxsun, fikir vermə. Mənə yoxu, bu yəqin qızlara deyir la. Bu 100% mənlə deyir bu. Əlimi bıraq, qaşın, gözün. Yox, sənə deyir, qızlara deməz, sənə deyir, Şirin. Mənə deyir? Sən qaşların... Ala bir dəqiqə saxla, ala. Saxla. Sən bir dənə bura gəl.
Sen bura gel. Şurada da bana. Sənə söz atır sənə. Hadi Pişik Güney Hanım. Pişik Güney Hanım. Hadi Pişik Güney Hanım. Arkaya bak arkadayım. Pişik Güney Hanım. Dur buraya. Hadi Pişik Güney Hanım. Sənlənəm Pişik Güney Hanım. Bəli, işləyirəm. Salam, qurban olum. Salam. Nətərsən, nağarsan, keyfin Əla, nasıl? super, çox yaxşıyam. Çox Pişik Güney Hanım. Mənim səndən xoşum gəlir açığı. Ona görə sənə hədiyyə gətirmişəm, hədiyyə. Hədiyyə, ay nə Hə, gözəl. hə, Nə pişik- əziyyət çəkirdin, yəni? Pişik Güney Hanım, mən bilirəm ki, bu pişiklər südü xoşlayır da. Ona görə sənə rayondan quş südü gətirmişəm, quş südü. Adə, Hə. mənim ləqəbim pişikdir. Mən özüm pişik deyirəm ki, sənin üçün süd üçün. Apar özün içərsən. Az sənin minnətin olsun, az. Bu vaxtı quş südü tapmaq olur, sənə gətirmişəm bunu rayonlara. Adə, indiyə quş südü var. İndiki zamanda quş südü var. Amma qızıma gələni danışırsan. Ha, var niyə yoxdur? O vaxt atalar da deməyib, quş südü can dərmanı. Deməli bu dərmandır ki, bunu apteklərə satırlar. Eşidirsən? Bu südü verirəm, apar o dəmir qabın var ha. Ora tök yavaş-yavaş iç, canıma dua elə. Başa düşdün nə xəri? Sən onsuz da əsəbiyyət, beynini xarab eləmə. Dodaqlarını uysuza mələk ediblər. Bütün hayfımı çıxaram səndən, o südü götürüb çırparam sənin təpəvə. Sənə bax, bırak. Adı da bilmirəm. Bayaqdan fikir verirəm, sən orada o mahnı oxuyursan, o sözləri sən kim atırsan? Qaşın, gözün, əlimi burax, nə bilim nə, ara. Sən qaş gözü partladım mən burada. Hə, onu istəyirsən? Qardaş, mənim sizdə nə işim var? Mən cəmaət üçün oxuyuram, qızlar üçün oxuyuram. Yalan danışma, qızlar üçün oxuyuram. Bayaqdan bizə söz atırsan, qaş, göz zat. Şirinə deyirdin, şirinə, bax buna, hə? Amma mənə demir, sənə deyir. Üzümü dattırmısan da, blender oxşuyur, hə, sənə deyir. Bilən dərsay, özündən danış, qaşların qalxıb belə elə bil çölül kərim ovasan, çölül kərim ova. Ağsaqqalı üzr istəyirəm. Mən sizi yeyib içib pörtmüsüz bilirəm. Siz üzünüzü daxtırmısınız. Gördün, bilinir, hər şeyi qılman elədi. O da deyir ki, üzünüzü daxtırmısınız. Birindi ay qılman, səni mən yortuzam, səni parçalayacam, başımı qopartsam, başqa baş qoysam. Sən indi baxarsan. Ağa, mən əsirəm, ara, bu nə dara? Ay qardaş, çox sağ ol da. Hələ mən belə həyasız adam görməmişəm. Mən qıyarıb oturum maşımda. Çox sağ ol. Hədiyyəvi qəbul elədim. Şokdayam. Şokdasan? Mən hələ bu neçə gün şokdan ayrılacam hələ bilmirəm. Onu Allahdan başqa heç Sağ bilmirəm. dedim ki, Qaqan səni pişirəcək. Başa düşdün? Qaqan Vidukasın qabağında duran qız görməmişəm mən elə. Başa düşdün? Ona görə indi sən dilinlə deyirsənsə, məni sevirsən, dayanaqaraq mən də səni sevirəm. Axşamüstü vaxtilə gedək evlənək. Ay, sənə qurban olum. Mənim günahım nədir ki, harda anormal, harda başdan xarab varsa, mənim qabağıma çıxır. Həkimin bir cürə başdan xarab. Qabağıma çıxan adamlar bir cürə başdan xarab. Adə, mən sənə nə vaxt demişəm ki, mən səni sevirəm, hə? Mən nə vaxt demişəm? Az adamın üzünə durma az. O gün deməmisən. O gün ATV-yə çıxmamışdın sən. Hə? Çıxmışdım. Çıxdın efirdə nə dedin? Dedin gözəl xalqım mən sizi sevirəm. Dedin. dedim. Bana söz atırdın da. Dedin sizi sevirəm, mən də səni sevirəm. Ona görə evlənmək lazımdır. Bu gün vaxtın yoxsa sabah səhər boşamısan, səhər gedək evlənək. Problem nədir ki? Almaq istəyirəm də. Fikrim sənə qarşı ciddidir. Başa düşürsən? Mən sana 1000 könüldən bir könülə vurulmuşam. Artıq söhbət olmasın da burada kişiymiş. Olmaz axı. Canım, Aca. bələm. Aca. Dördən sevirsən məni? Sevirəm də sevmək nətər ol. Deyirəm ciddiyəm məndən məzələn. Bələm. Aca, elə. Dördə məndən evlənmək Ciddi istəyirsən? alacağım səni. Nə desəm onu eləyərsən? Ha, nə desən eləyəcəm, amma hamıya demə də. Bax, qurban, hamıya demə. Nə desən eləyəcəm. Bələm, o qılman var, mən Hə. docilarımı bugünə qoyan qılman. Dodaqları o günə qoy bu. Onu ak eləmək lazımdır. Az ak eləmək nədir? Sən öl. Qaqan onun başına bir oyun atar. İt oyunu. Onun yeri madələn görüm sən hansı klinikada əməliyyat olunmusan. Doğrudan eləyərsən. Ha, eləyərəm. Niyə eləmirəm ki? Klinikanın adı bilirsən nədir? Qılma City Center mərkəzi klinikasının tərtər. Kuzu ateşdir. İşte sana Eşidirəm. bu arkası dilində diplomat var, onu da götür gel. Boş düşənlər. Ay Şəmməl, bunun içinə nə doldurmuşsunuz? Çox ağırdır, gücüm çatmır. Sənin müəllim, Ayşən müəllim. Bu boyda pul ver, klinika tikdir, bu boyda axranı bəslə. Bak, götür, kağız çoğuzdur, hamısı klinikanın kağız çoğuzlardır. Göz tərəfə. İndi Şən müəllim gələcək, mənim başım qarışıq olacaq. Qalxırsan yuxarı, o 6 dənə doğmuş anaya, bir dənə premiya. Getdim. Get gəldim. Welcome Şən müəllim, welcome. Thank you very much. Salam cıqqılı. Buyur Şən müəllim.
Deyirəm ki, ay Kəməllim, nə yaxşı ki pul buraxıb bu qılman uzman Tərtər City Hospitalı açdıq. Xəstələrimiz itə tökdür. 14:30-da əməliyyatımız var. Klarnet Salam Hüseynin əməliyyatıdır. Dünən toyda dava düşüb ki, vurublar klarnetin başı qalıb boğazında. Danışanda İstanbul mahnısı deyirsən. Ondan sonra Samiral müəllim zəng eləmişdi ki, sroşlu gəlirəm epilasiyaya, üzümə tük çıxmağa başlayıb ki, onun epilasiyası var. Sən zəng elə qılman uzman hocaya tez gəlsin. Nə Samiraydı o, nə Hüseyin, nə danışırsan sən Şuşu? Sən televizorda baxmırsan? Nə olur? Bu pişik gün eldir, nədə çıxıb televizorda ağzından çıxanı danışıb, qılmanı biyabır eləyib, bizim nə bilim bu gördüyümüz işi zibil eləyib, hamısını deyib sizi polisə verəcəm. Nə danışırsan? Xəbəri yoxdur sənin. Vay. O pişik gün el gedib polisdə ərizə yazsa, vəssalam bizim mazerimizi ağlayacaq. Nə danışır? Nə danışır? Televizorda. Hə, televizorda. Hə, diqqətli sən də baxdın televizorda. Yox, ay Şoşu müəllim, mən dünən TRT Çocukdan akıllı Tavşan Momo çizgi filminə baxırdım. Nə danışır abi? Sən Şən müəllimin axırına məsələyə. Sən Rus kanallarında kriminal müdərişlərə baxmalısan. Sənin çizgi filminə baxan vaxtında. Get. Bu nədir? Gör Tavşan mafşan. Yaşına bax, boyuna bax. Mən nə işə düşdüm ala bu? Aras xarab oldu ala. Ay Şirin, nətərdir? Ala yolun qırağında durmursan ki, nəyə də iş aparasan? Yox bil. Durub sənə şofer edəcəm, aparacam ora bura. Nə olar ki? Ala heç nə. Maşın xarab olub. Bilmirəm nə çıxıb burdan. Gedəmirəm, qalmışam bayaqdan yolda. Mən bu maşınla bu klublara hel aparım axı. Bildim də, hel, hədə. Bilirsən də bu dəqiqə klublarda hel xob gedir axı. Nə mala qız oğlan qıza hel göndərir, deməyəcək niyə? Ala mən sən maşını itəliyim, xostlayım, nəyə də apar o şeyə, o kluba. Bir də Yevropeski həyat yaşayayım da mən də. Doğrudan? Belə. Kömək elə mənə itələ. Maşını getsə aparam. Bax boy üstünə aparam. Getdük. Tamam, kömək elə mənə. Getdük. Kömək elə. Yan. Tələşmə yan. Şirin, mənim enerjim yoxdur, bir də o heldən vermə. Heldən ala. Bir də heldən vermə. Gələ iç. Bax. Var gücünlə ha. Hel başqa şeydir də. Hel bir dənə deyən. Getdik. Baş sponsor Hell Energy. Fəlakət! Ay fəlakət! Hələ var. Sən burada nə edirsən? Nə verəcəm? Ev almamışam burada. Qaqan artıq evin turbalarını çəkir. Başa düşdün nə? Başın xarabdır nə turba? Sən evin 12-ci mərtəbədədir. Biz hələ 11-i tikirik. Turbaları hara quraşdırırıq? Nə olsun, turbalarını indidən çəkirəm. Sənə tabiriyə yox, sən maşenliksən. Gedib orada ucuz turbalardan zaddan vurarsan, sonra su zad basar evi. Özüm hazır metakdan almışam, 50 ildə zəmanəti var. Başın xarabdır, narahat olma, elə biz özümüz də metakdan istifadə edirik. Sənə tabiriyə yoxdur. Gedim bu turbaları vurum, hələ aboy almalıyam, evə aboy alacam. Ay fəlakət, hara vurursan? Sənin evin 12-ci mərtəbədədir, 12-də. Narahat olma. Sponsor Metak. Gəl Berlin çıxanda. Sponsor Berlin mağazalar şəbəkəsi.
Sağ olun, sağ olun. Sağ olun. Vah 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 vah. Vay. Terter. Benim güzel terterim. Sen o kadar mahallar okuyublar, o kadar şiirler yazıblar. Biri məsəl bu. Deyir, aylı gece serin külək göytəmən, dört yanımız ətir saçan Yasəmən. Ancaq məni bu heyrətə qərq edən, nə ürəkdi, diri, nə çiçəkdi, diri. Terterim, ay gülüm terter. Pardon, gelin başına. Ne olur? Gel başına. Boş etmedim. Gel. Ay Şirin bir dakika diyor. Bu ne karşılamaktır, bu ne hürmet. Gelmezsen Ne karşılamak nedir? Sen bizim izimizi ne güne koymuşsan sen bizde sen başıma güne koyacak. Gel buraya. Buna bak. Ay zaman koymuyor, rayonun hakimini aparttılar, koymuyor. Gel buraya. Başladı. Bu ne kaçtı, kaç kaldı? Gel buraya. Sen öyle misin? Gel buraya. Bir dakika diyor. Şüpheli salma. Kaçmadan razı olmayan kızlar gibi şüpheli salma. Ulan at. Ben seni başa saracağım. Sıralı. Başa saracağım. Ay, atın. Sus şuna sakla. Bir dakika diyor onu. Sen diyen. Neşe. Çıkayım bir bayrağı. Bir yavru olmuşsan bu ne lan? Bu ne sıkıntı? Sen kaçlarını öhüm veremiyor. Buyurun Şemmelim. Ay kardeşler bir dakika dayanın da beyak geldi. Ay kişi beyak geldi. Şikayetlerinize kulak astım bir hamınızı eşittim da. Ay gözlüğün koy Qılman hekim gelsin. Ondan sonra soruşaq ki bu kişinin karnından ser bu dedik sesim niye gelir? Ben de bilmiyorum. Narahat olmayın, Hekim narahat olun. olmayın. Her şeyi Kesin seçenekle göreceğiz. halledeceğiz. Narahat olmayın. Bu nedir? Bu kız halımı sen beni zibilə, şu salıp sen beni zibilə. Bu ne de? Bu ne de? Hele bir taraftan şikayet edir. Min dənə adam gəlib bugün mənim yanıma ki, ay, bizim xəstəmiz belə xəstə. Biz nə qələt elədik Qılmanı bura baş həkim təyin elədik. Ha şu, nə qələt elədik? Ay, jurnalistlərin ağzına düşsən, bilirsən nələr yazacaqlar? Ağızlarına gələni yazacaq, Cahammat da oradan söyləyəcək. Yazacaqlar ki, ay Şəm müəllim gedib öz biznesi ilə məşğul olmur, gəlib nə bilim klinika biznesinə girişib, getsin öz işi ilə məşğul olsun. Gül kimi burada otel tikmişdim də şoşu. Dedim ki, bura otel olacaq. 4 ulduzlu qəşəng otel. Dedin yox, eləyə xəstəxana. Ay, fəlakət. Hamınızı tımzıqdıracaq görəsiz. Siz mənim istədiyim qızı dodağın nəcinə qoymuşsunuz. Sizin uşaq vaxtı o kesi su dənmişdiniz ha. Burnunuzdan gətirdirib hamınızı tımzıqdıracaq. Darıxmayın. Ay Şəm müəllim, ay şoşu müəllim mən qaldım. Qılman sen necə adamsan ala? Bu ne kaçlar eləmişsən? İkisi de göğe bakır. Ala bir yağmur olmuşam ey. Bir tane selfie çektireyim. Instagram'a koyayım mı ey ala? Bir sen bana neler yazırlar direkt ha? Gel görüşeyim. Ne bileyim bana gel yana gideyim. İranlar, Oğanlar yazır İrandan ki baba. Bu ne kaçtı? Alabi. Ben niye beni bir yağmur eləmişsən? Bu ne rakı bana? Birincisi ay ördək baş. Eşitsən hə? Ne diyeyim hani? Sən nəfsində olmasa, canında olmasa heç kimsə yoldan çıxa bilməz. İkincisi gəldin mənim yanıma. Hə. Dedin ki, mənim qaşlarımı düzəlt. Dedim nətər?
Bidin kimi cəmaatı nətər edirsən, nəyə də elə. Mən də bu Mətanət Əsədova yoxdur, o deyib. Səidə Sultandır, Nazərindir, onların qaşı meyləmişəm. O görə verin burada səni. Belə yuxarı. Yaxşı. Maral qaş. Heç eybi yox, ay Şirin, eybi yox. Bəs mən sənə dedim ki, mənim qırışlarımı düzəldər qılman, qırışlarımı. Silikonu zırramısan bir dənə yerə şişib. Küçədə mənə fit salırlar, mənə qoca Elton John deyirlər. Mənə lazım idi bu, hə? Hə, birincisi salam verin. Salam əleykum, axşamınız xeyir olsun. Nəyə İkincisi görə? Hə? yeri qarnı qaşı. Üçüncüsü də ayını şotba. Gəldim nə dedim ki, nə elə gel vur yine ki mən cavan görsəm. Hə, Düzdür? düzdür. Bugün heç kim bilməsin. Ay sağ ol. Mən də sən gel vurdum, oldum belə və belə. Beynim indi mən. Elə oldu? Nədir o? Hə? Yaxşı, yaxşı. Məni qoyaq qırağa. Eyb yox. Keçək yenə qaydaq Şirinin məsələsinə. Şirin, niyə bu cürə qoymusan? Hə? Nəyə görə? Məsələsinə. Bu nədir? Gətirdin, saldın bizi tupikə. Şəmi, deyən görüm, hə? Ha, bu fəlakət kimdir ki, biz ondan qorxub qaçırıq, ha kişi? Uşaq vaxtı məni dədəm anam atmışdı meşiyə, məni canavar böyüdü. Bura gəl görüm, gəl bura görüm, bura gəl görüm. Fəlakət, xoş gördük, nətərsən? Canmazlar nətərəm, nətər olacaq, beynim çölüb. Siz mənim əsl istədiyim qız var ha, Pişik Günel. Ona qarşı onu hərəkət eləyibsin klinika. Dodağın şişirdib, nə boyda eləyib. İndi mən onu nətər alım, nətər alım. Sən öl, elə bir dodağından eşək arısı vurub, eşək. Fəlakət, nə basıb bağlıysan, sən bu ayaqdan? Nə deyir? Pişik Günel, nə vaxtdan sənin sevgilin olub? Sağ ol moşu, sağ ol. Tərtərdən Bakıya neçə saatdır? 4-5 saat. Deməli bu qız 4-5 saatdır mənim zakonla əsl istədiyim qızdır. Burada başqa söhbət eləyən olmaz. Biz gedib o Qarabağ cehizdən bütün cehizləri zad almışıq. Öncə evlənirdik, dodaq şişdi, aləm dəydi bir-birinə də. Fəlakət. Bir dəqiqə deyəm, mən başa düşdüm sənə demək istəyirsən. Əvvəla sənin çox hörmətli o sevdiyin xanım var ha. O xanımın dodağını biz yox. Bizim klinikada baş həkim işləyən qılman eləyir. Başa düşdüm, mən kiməm ki, mən yazıq biznesmen adamam. Mən pulu buraxıram, pulum var, pulu buraxıram, klinika tikdirirəm. İndi o həkim nə məsuliyyətsizlik eləyir, nə qayırır, o mənlik deyil. Başa düşdün? Sən hamısından yaxşı, get qılmanın yanına, yapış qılmanın yaxasından. Ona ingilis dilində deyən ki, what do you eat pickles? Yəni nə yemisən? Turşulu aş. Sal təpiyin altına, itin balası kimi döyün. İtin balası kimi döyün. Başa düşdüm. Bunu mənə deyin də, onda mən gedəcəm, qılmanı götürəcəm, aparacam, Pişik Günelin qabağında diz çöktürüb, təpiyin altına salıb döyəcəm ki, bu qız da məndən evlənməyə razı olsun. Ay sağ ol. Şöşü, qurban olun. Bu Namik Qaraçuxurlu bilmirsən, bu ayağı sınandan sonra toya neçəyə gedir? Mən nə bilim Namik Qaraçuxurlu neçəyə gedir. Yox, bilsən nəyə gəlir? Ayağı sınmağın toya nə dəxli var? Dəxli var da, qurban olun. Bunun ayağı sınanda, bu Instagramda, efirdə zaten reklam elədi axı, tıdış. Bu tıdış eləyəndən sonra bu qiymət qalxır 2 qat orada. Ona görə deyim bir tanışlıq eləyin, mənim toyuma ucuz gəlsin də. Ağzına gələn danışır, biz də qulaq asırıq buna. Sizə də söz deyən kimi adamı tıncıqdırırsınız. Nə olur, söz də deyirəm. Yerə, beynini xarab olsun. Pişik bunun qabağına sən ver. Gəl bırak. Gəl buraya səni bir yavru edəcəm. Görün səni mən daha. Buraya gəl ha. Saqqal aç da kalqaçanı ver burada ha. Atıram ay Şirin. Sən hələlik mini yubqanı geyindir ona. Mən də bu kalqaçanı atım gəlirəm. Ara sen beni öğretiysen. Birinci kaldıkları giyinirler, sonra yufkarı. Gel bura kızma. Sen öyle sen benden yaxşı bilərsən Şirin. Sen öyle sen Instagram'da sana profil açtırım sen de bak. Şekiller bir. Videolar boru koyayım seni bir yavrum sana bak. Kılmayın yok. Seni kılmalı oynayacağım. Kılmalı oynayacağım. Gelme kulak as. Ara birincisi var ha birincisi. Sen mənə o paltarı giyindirmək istəyirsən ha. Mən kapron kalkutka giyinəmirəm, mənim ürəyimi sıxır o. İkincisi də ki, ay qaşları kanala oxşayan. Birincisi mən nə eləməliyim, mən yetim adamam, yazıq adamam. Get Şəmidən yapış bilən ki, o klinikanın rəhbəri Şəmidir. Gedib avadanlıq alıb Almaniyadan, mən yetim, sən də başın çıxmır. Mən öyrəşmişəm dedəmama köynə adamam mən. Sən nə deyirsən? Get o kalkutkanı giyindir Şəmistana. Bu seçmene yok ha. Bir sokağına elektrip bana. Kime eylemişsin benden sonra bana? Sonra kime? Bilmirəm, yeri. Yaxşılar yapacaq mı? Şəmidən yapır. Aksaqqal. Ya la. Bu belə baxanda düzdür da la. Bu yazığın nə günahı var? Biz gərək Şəmidən yapacaq da. Şəmidən problem yoxdur. Gedək yapacaq. Prosto yalısdı yoldan kley alaq, kleylə gedək. İzin. Kley? Konuşuz da. Əslində bu ən gülməli zarafat idi. Prosto sənin qaşların zadın belə olub, demədin yapacaq, kleylə yapacaq da gülməlidir. Əziməlim gülməlidir. Gülməlidir. Ayıb da la, ara aksaqqal. Sizin nastroyunuz yoxdur. Sən özünə gedmirsən, qaşma görə ona görə gülmürsən. Ayıb da la, ara sən üzvə botoks eləmsən. Bu bir yana. Özünə hörmət ala la, bu nə zarafatdır la? Yer, qarşı başa. Başqa vaxt Gel. Nədir, ağız
ağzına sokma da oralı. Şeye bak. Çok yaxşıdır hər şey. Saçın dadım, hər şey yaxşıdır. Əla. Gözün. Artıq əski suallar vermişsən. Yaxşı. Çəkiləcək, başladı. Ümumiyyətlə bilirsiniz nələrdir? Bax, çox gözəl sual verdiniz bana. Ümumiyyətlə, mən deyərdim ki, siz bir jurnalist kimi artıq gəlib bu araşdırma aparmışsınız da, düzdür? Bilirsiniz nədir? Bugünkü gündə Qılman City Hospital Tərtər haqqında yazılanlar, yəni mətbuatda yazılanlar bir cəfəngiyatdır. Mən bunu cəfəngiyatdan başqa bir şey adlandıra bilmərəm. Ağızlarına gələn yazılar. O jurnalistlər hamısı, mən hamısını bir-bir tanıyıram. Onların hamısı 10 manata, 15 manata məqalə yazan, yəni sifarişli məqalə yazan jurnalistlərdir. Yəni onlara inanmaq lazımdır. Bir ara yazmışlar ki, güya biz xəstələrə narkozu veririk, onların prikol videolarını çəkib YouTube-a yerləşdiririk. Eləmirsən elə şey? Eləmir. Sonra nə bilim, bir ara şaya gəzdi ki, güya biz xəstənin başına 2000 tük əvəzinə 1700 tük əkmişik. Bizim nəyimizə lazımdır 300 tük? Lazımdır sana? Nəyimə lazımdır? Tük lazımdır sana 300 dənə. Çox lazımdır qardaş, bizə o tüklər də lazımdır. Ona görə də mən bir daha tamaşaçılara üzümü tutub demək istəyirəm ki, bugün bizim klinikamız haqqında deyilənlər böyük cəfəngiyatdır. Bəli. Bax qardaş, biz Hipokratın kitabına and içmişik. Biz həkimləri həmişə qınayırlar. Biz şəmi ilə şöşü sələr vurmuşuq ki, halal işləyəcəyik. Bəli. Təkcə İsraildən 20-yə yaxın həkim gəldi bizim klinikamızda. 25-ə yaxın həkim gəldi bizim klinikamızda. Təcrübə keçdilər ki, bu klinikada nə tər əməliyyatlar gedir. Onlar gəldilər, burada öyrəndilər və getdilər pusat dünyaya səs salırlar. Bəli, bizim klinikamızda çox böyük işlər gedir hal-hazırda. Yeni avadanlıqlar almışıq. Bu avadanlıqların indi düzdür, çoxsu indi işlədə bilmir. Amma Qılman söz verib ki, hamısını pasportunu açıb oxuyacaq. Ne oldu? Ay Şəmməli. Ne oldu? Ay şoşun əlim qaçsın. Ağsaqqalla şirin gəlir. Hey, intervyu verirəm mən burada televiziyaya. Nə hara qaçım mən? Şəmi qaçan oğlandır, ha? Onun bunun qabağından qaçandır. Getdiyin qıraqda. Üzr istəyirik. Sən müəllimin axranikidir. Bəli. Qollara vur epil yazsanı qollara, silikonu doldur dodaqlara, biraz da gel vur yanaqlara. Qollara vur epil yazsanı qollara, silikonu doldur dodaqlara, biraz da gel vur yanaqlara. Əməliyyat etdirdim, özümü dəyişdirdim, əlvida keçmişim əlvida. Üzümü taktırmışam, qaşımı qaldırmışam, əlvida keçmişim əlvida. Əməliyyat etdirdim, özümü dəyişdirdim, əlvida keçmişim əlvida. Üzümü taktırmışam, qaşımı qaldırmışam, əlvida keçmişim əlvida. Oğa bak, şahtıya bak. Öldüm, çamadan yapışıp elime kopardam bile. Su Qılman, şelekülü yık, düz Bakıya. Mən yetimçə, o boyda ığdır maliyyə tip texnikumu qutarmışam ki ya. Gələn burada hansısa biznesmenin elin altında işləyəm. Yo, ömür boyu. Mən Bakıda o hələm 10 dənə xodqadan professor var ha. O bir yarımı dənədir. Nədir o? Sen öl, senin başımı oynatacağım. Buyur, niye? Sen benim o sevgilim pişik güneli dodağın ucuna koymuşsan. Seni tınzıktıracağım diyem. Ne gayrətsən? Tınzıktıracağım seni, tınzıktıracağım. Ben ne gayrmışam ki sen ne tınzıktır? Sen bana hiç sat dinleyemezsen. Kaç gel lan, kaç. Hala sen ne tutamazsan, sembol tam ben. Eğildim sattım seni. Sen öl, seni tınzıktıracağım diyem. Benim beynim karam olup diyem. Telefonun başında çaresiz bekliyorum. Ayşe. Hoş gelmişsən bizim bu İrşad Elektronik'e. Sağ ol Aygılı, mən səni göydə axtardım, yerdə tapdım. Ara mənim köydə nə işim var? Samolotdan qorxan adamam. Dərdimi deyil. Allah heç nə. Nədir o? Qılım, mən axır vaxtlar çox əsəb olmuşam. Buyur. Hər şeyə reaksiya verirəm. Buyur. Allah bir dənə qaqaş minir avtobusa. Hə. Özünə elə aparır ki, özünə dartır ki, elə bir Rolls Royce gedir.
Mən də görüb ola əsəbləşirəm də. Bir dənə mənə resept yaz da, sakitləşim də ala. Belə Əsəb olmayacaq. dərmanı. Allah hadi. Sən əsəb dərmanı gəl ondansa sənə Alcatel vereyim, ilkin ödənişsiz, ayda 10 manata faizsiz. Doğrudan. Sənin canın üçün. O mənim əsəbəm necə sakitləşəcək? Necə olacaq o? Aldın Alcateli məndən, mindin avtobusa. Ha, girdin internetə, internetdə donmağı yox, qəşəng selfie çəkdin, qoydun Instagrama, ala başım qarışır özün üçün, heç əsəbləşməyə vaxtın qalmır. Sağ ol Aygıl, ye, sağ ol Aygıl. İstəyirsən, Allah hadi. 10 manat ver, bir dənə Alcatel. Dəqiqə verin, buraya. Gəl. Sağ ol ala, nə yaxşı oldu Gəl, ala. mən rol çalıram. Sponsor İrşad Electronics. Şəmi, ay Şəmi, Hə, nağarsan. Tezələ, mən zakazlarımı ver, gedirəm mən. salam aleyküm fəlakət. Hadi salam vaxtı deyirəm, tələsirəm səni bu şey deyirsən. Hadi salamdır da, burada nə var ki, bir dənə salamı almağa nə var? Nətər nə var? Mən bu saat ev remont edirəm, başım qarışıqdır. Bu üzlü üçün giper almalıyam, astar üçün giper almalıyam, tez yapışan giper almalıyam, bir də sənin salamını alın. Hamısını nətər çatdırım mən, buyur. Nətər adam da? Mən bilmiyorum. Nami. Hə. Bu mənim yeznəmdə təzə ustalığa başlayıb. Deyir bu giper asan yapışır da, divara rahat Hə, yapışır. denən asan yapışır. Hə, deyir rahat yapışır, narahat. Çatlamır, soruşur, Çatlamır, Yox, çatlamır. yox, çatlamır, çatlamır. Hə, rahat çalışdır. Hadi, Hadi deyir, hadi. hadi at boy de, deyim xarab verir, işimiz çox vaxtdır. Hə, tupoy gedə. Hə. Bu giper elə bir məhsuldur ki, Hə. bunu heç usta olmadan da özün rahat qarışdırıb divara şappıldada bilərsən. Başa düşdün? Doğrudan deyirsən. Hə. Amma görsən Şəmi nə qədər işim var. Onu almalıyam, bunu almalıyam. Hələ sən də araya salıb deyirsən mənim salamım al. İşim çox deyil, mənim Hadi işim çox. salamdır da, burada nə var ki, fəlakət. Salam aleyküm. Hadi salam da salam deyək. Sponsor Giper Gips məhsulları. Ay fəlakət, ay səfi. Sənə yığıram, telefonu nöhün götürmürsən. Görsən iş görürəm də mazımı xarab edir. Yığma. Görsən götürürəm, yığma. Qaqam burada universitetə hazırlaşır, iş görür, dərs öyrənir. Sokatayım yeyir. Buyur, mazımı xarab edir. Ay, mənim də elmi ixtiram var, istəyirəm sənin üstündə o həyata keçirdən. Hə, gəl lan bura görüm ki, sən də bu sokatayım girsən, heç dərsi də bilmirəm, öyrənsən, öyrənmirsən. Yaxşı eləyirəm də bunu yeyib çayla içirsən, Hə. bunlar əzbərdə adamın yadında qalır. Qaqan, bu kitabı təmiz əzbərliyim, kitab öyrənək. Ver görüm nə bilirsən, ver görüm, ver. Bax. Hə, götür. Tutu, topu tut. Ay. Tutu, topu atana at. Qaqam bunu sokatayımla öyrənib. Ay sən elə əlifbanı öyrənsən indi. Hələ hardansa başlamaq lazım. Hala sən girdin bu ilin ustayı. Hayır, Sən oxu, qoy sokatayımları mən yeyeyim. Başımı qatma deyər görüm. Tutu, papa nə tərdir? Bu, apinsinli. Tutu, mama nə tərdir, yaxşıdır? Hala, sən öyrən, tut. Oxu, ver. Chocotime, şokoladlı gofretlər, qısa zamanda maksimum həzz. Gələcək. Всё danışdıq. Gedirəm Bakıya. Pişik günəri sən deyən kimi əməliyyat eləyəm. Oy, əvvəlki formasında qaytarıram sənə. Sonra arxan olum daha sənə. Deməcə, arxayın. Gedək. Eşlisən? Nə yox? Yolun uzundu. Gəl. Deyirəm sana bəlkə bir anekdot danışım, öyrətdin. Danış. Deməli qılmadı, eşlisən? Hə. Bir dənə biveç oğlu olur, biveçdə. Hə. Səhər durur yuxudan atasını aparıb qozalar evinə qoyur ki, Hə. ay ata, əlim aşağıdır, qurban olum, 1-2 aya gələcəm. Nə 1-2 ay, 2 il keçir, 3 il keçir, oğul gəlmir. Bu atası da götürür oğluna yazır mesaj ki, yekə oğlansan, bəs özün biveçsən cəhənnəm, bu nəvəmi gətir görüm də, darıqmışam nəvəm üçün, qurban olum. Biveç oğul götürür nəvəsini, gedir babasının yanına. Babası ilə nəvəsi qucaqlaşırlar, qurban olum, sən qurban olum, darıqıblar da. Bu uşaq qaydıran biveç atasına deyir ki, ay ata, qurban olum, bu babam niyə bizlə bir evdə qalmır axı da? Atası da bilmir nə desin, qaydır deyir ki, ay oğul, burada yaxşı baxırlar, yeməyin vaxtında verirlər, dövlət yaxşı baxır da buna. Oğul da qaydır biveç atasına deyir ki, ay ata, onda sən də qocalanda səni gətirəcəm bura, qoy dövlət sənə də yaxşı baxsın. Babası qucaqlayır, başlayırlar ağlaşmağa. Sən öl bunu görən bütün qocalar evi, hamı bir-birini qucaqlayır. Bir dənə ağlaşma gedir, oynama.
Felaketliğe bak. Ve burada ölen olmadı. Yok burada ama ağlaşır. Bu ne Ali Koçum? Ha bu dert. Sen boş hani. Burada bu demədim qocalar evində hamı uzaqlaşma ağlaşır. Bu büyümet oğlu yoxdur. Bu telefondan YouTube'a girip şeye bakır. Stalin'in başına bakır ölür gülməkdən. Öçün o ya. Milyonu getiriyor. Ben onu vuracağım. Her şeyden. Koy gelsin. Evvel göre Şamil'e değil. Eğer dediği uyucum, eğer dediğim bize sen kelemese çıkartsanız yap Şamil'i. Yok ne de la onu bir sen neyniyeceğim? Doğrudan. Geldi. Vururum ha bunu. Saka vururum ha. Bana sarkıt koy gelen değil. Bana laf açıp bana bir yavramışam kaşlarım ha. Dimdik yukarı kalkıp. Ha. Buna bana. Bu ne de? Bak. Bu ne üzdü, bu ne kaçtı he? Veririm sen de la. Deyirəm. Dindeyim. He. Ben birden ikiye görmüşsem elime bıçak alım gelim size ameliyat eləyim. Sizi qılman eləyir, sizi qılman bu günə qoyub. Bəli, bircə dəqiqə gözləyin, şüvənlik salmayın. Nadir Qafarzadəki kimi bir şey olmamış, el qatmış sözünüzə. Ne olur be? Ne olur? He. Ben biznesmen adamım. Klinikanı açtırmışam. Qılmanı koymuşam ora baş həkimim. Pulumu kazanıram. Düzdür. Neyse hoşunuza gelirse eğer ameliyat işi birden eğer hoşunuza gelmezse değişenməli. Bizim pulumuzu qaytar, ben de çıkardım pulunuzu qaytarım. Olur. Ağzından çıktı. Şenmelim bizim pulumuzu qaytar, ameliyat hoşumuza gelmir. Davay pulumuzu ver. Sakkal sen ne al katmışsan özüne. Ay ki sana ki yakşı yaraşır. Ay şey hardan yaraşır. Bizime bak şip böyle herkese bir daha signal verir. Pis salırlar bana. Lazımdı bu yaşta bana böyle şey. Benim beynim sönür şaşı. Bir dakika. Şoşu. Xahiş edirəm. Heç bir dava filan olmadan, bir-birimizə əli vurmadan, mənim oradakı bax o balansımdan zəhmət olmasa çıxart, bunların pullarını ver, çıxaq gedək biz də klinikamıza, o klinikanı eləyirik restoran. Ay şaşı beynim sönür Restoran, Şami. yok. Ay Şami ben sen niye vurmadım senin bəxtin getirdi. Sen çünkü zəhəndən xeyran. Benim zəhəndən xeyran. Oturacaq. Ay bir dəqiqə dayan görüm ha. Gedib qaşını gözünü aldırmısan, deyəsən sənin qulağından bir dənə sırğa çatmır ha şirin. Benim demir dümürüm ver bana. Ver pullarını ver. Pullarımızı ver. Sonra ne istiyorsunuz diyorsunuz birbirinize. Yaşlar diyen görün. Bakıram. Yok, əsəbləşmə, dınqılış, əsəbləşmə, sən əsəbləşmə. Tut görüm ha. Sakallı falan bir tane de xahiş ederim. Ama da yönlendireceğim xahiş ederim. Yok. Sen çok yakın insansın. So. Ürəyiniz yerinə gəldi mi? Hər şey yaxşıdır mı? Sağ olun. Bax gedib işdi birdən şikayət, zat polisə zada gedib eləyərsiniz. Bax məndən inciməyin ha. Davay, sağ olun. Bəxtin getirdi ya. Bilirsən neyim? Çapalaq qoyacağım qulağın dibindən sən. Qaşlarına zada bax, hinduşka yox ki. Gelin, Şeyh Hanım gelin. Aşkım diye aşkım. Yaraşık. Babam senin de öpe bilmirəm səni. Əməliyatlıdır da yani. Orada bilirsən momentler var. Fəli, mən əməliyyat elədim, sən sövgünün dodaqların əvvəlki vəziyyətə qaytardın, indi mehriban olun. Aşkım, balım, canım, çok sağ ol. Mən sənə bilirsən belə cani gönüldən hə deyirəm. Ərə gəlirəm sənə. Sən ki bu qılmanı tapdın mənim dodağımı 200 dəfə əməliyyat elədin. Borcumuzdur. Balam səni. Bir dəqiqə deyəm, beynimi xarab eləmə. Hə, qılı. Mən bunu elə dodaqlarına görə sevirdim də. Bunun dodağını normal elədim. Normal o qədər dodağı olan qız var, mən nə qayıram. Mən bunu dodağına vurulmuşdum. Bacı, qurban olum sən deyən mənim fikrimi düz başa düşmədin. Bizdə alınan deyil. Qılı, sənin yanına gəlir də bu qızlar gəlir ki, dodağımı yekələ, dodağımı yekədir. Elə qız olanda mənə deyirəm, bu qız mənlik deyil. Qurban ol bağışla, sənin fikrin başqadır, alınan deyil. Balım, al dəni, balım. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, boz başın tadını bilsin. Şəmi şaşı biznes açır, ziyan gelir, xeyir kaçır, felaketin əməlindən gəlin görək kim baş açır. Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib, qılman bizi tutturacaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın, varsa məsləhətli gözəl ağsaqqala çalışdırın. Diqqətli ol, adı şirin, bilənidir vornu mirin, şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin.